Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın meteosal pek sisteminin Orta Şərq ölkələri üçün son təhlilləri analiz edilir. Xüsusilə də hazırda aprel ayının 5-i gündüz saatlarına olan son məlumatlara əsasən Qafqazın şimalında və eyni zamanda Qafqazın cənubi Azərbaycan ərazisində ekstratropik tipli siklon sisteminin aktiv inkişafı nəticəsində hava şəraitinin kəskin şəkildə dəyişilməsi müşahidə edilir. Və bu prosesin təsirlərindən aprel ayının 6-sı axşam saatlarına qədər olan müddət ərzində Qafqazın həm şimalında, həm də Qafqazın cənubi Azərbaycan ərazisində tez-tez leysan xarakterli yağışların yağması, dəniz səviyyəsindən 1800-2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərdə qar yağması, dolu yağması, eyni zamanda aramsız xarakterli yağıntılar nəticəsində xüsusilə də Böyük Qafqazın şimal-şərq yamaçlarında, yəni Quba, Qusar, Qaçmaz, Şabran, Xızı, Siyəzən, eyni zamanda Dağlıq Şirvanda və Bakı, Abşeron, Sumqayıt ərazisində və Bakının ətraf qəsəbələrində yenidən su basma hadisələrinin təkrarlanması ehtimalı var. Hazırki proses kifayət qədər intensiv xarakterli ekstratropik siklon sisteminin parametrlərinə uyğun gəlir və bu sistemin xüsusilə də aprel ayının 5-dən 6-sına keçən gecə və aprel ayının 6-sı günün birinci yarısında bir qədər də güclənməsi ehtimalı var ki, nəticədə Bakıdakı yağışın artıq aprel ayının 5-dən 6-sına keçən gecə və aprelin 6-sı günün birinci yarısında leysan xarakterli intensiv və lokal güclü bir qədər də aramsız şəkildə yağması gözlənir. Aprel ayının artıq 6-sı axşama doğru bu sistemin tədricən zəifləməyə başlaması ehtimalı olsa da, aprel ayının 7-si və 8-sində Azərbaycanın mərkəzi Aran rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində havanın temperatüründə artım ehtimalı var. Lakin Azərbaycanın dağlıq və dağıtı ərazilərində isə gündüz saatlarında konvektiv aktivliyin artması nəticəsində qısa müddətli şimşək çaxması, yağış yağması ehtimalı var. Xüsusilə də aprel ayının artıq 8-sində əvvəlcə qonşu Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Yəni, xüsusilə də Qara Dəniz ərazisində Rusiyanın qərbindən daxil olan soyuq hava kütlələrinin Qara Dəniz ərazisində növbəti intensiv ekstratropik tipli siklon sisteminin aktivləşməsinin səbəb olması gözlənir. Nəticədə aprel ayının 8-sində əvvəlcə Türkiyə ərazisində hava şəraitinin kəskin şəkildə dəyişilməsi, aprel ayının artıq 8-i axşama doğru əvvəlcə Azərbaycanın xüsusilə də şimal və qərb rayonlarında havada buludluğun artması, aprel ayının 9-u və 10-da Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə, Qazaxda, eyni zamanda Naxçıvanda, Kiçik Qafqazda, Böyük Qafqazın şimal-şərqində, eyni zamanda cənub-şərqində, Dağlıq Şirvanda havada buludluğun artması, yağış yağması və yağıntıların lokal leysan xarakterli intensiv və güclü olması ehtimalı var. Bu proses haqqında ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən hazırda Qafqazın cənubi Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Çünki Xəzər ərazisində intensiv xarakterli ekstratropik siklon sisteminin aktiv inkişafı müşahidə edilir. Aprel ayının 7-si və 8-sində Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabitləşməsi müşahidə edilirsə, aprel ayının artıq 8-də xüsusən Türkiyənin, qonşu Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Çünki Rusiyanın qərbində atmosfer təzyiqinin azalma fonunda soyuq havanın, yəni mövsüm üçün xarakterli olmayan soyuq hava kütləsinin tədricən Qara Dəniz ərazisində daxil olması nəticəsində aprel ayının 8-də əvvəlcə Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişikliyi gözlənir. Aprel ayının artıq 9-u və 10-da isə bu sistemin tədricən Qafqaz ərazisinə doğru yaxınlaşması gözlənir. Qafqazın cənubi Azərbaycan ərazisində bugünkü təhlillərə əsasən aprel ayının 9-u və 10-da hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Çünki artıq bu sistemin təsirindən həm Qara dənizdən, həm də Aralıq dənizindən, eyni zamanda Xəzər dənizindən rütubətli hava kütlələrinin orta troposferə doğru daşınması gözlənir. Nəticədə havada buludluğun artması, yağış yağması, yağıntıların isə Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda, eyni zamanda Böyük Qafqazın şimal-şərqində və Gəncə, Qazaxda lokal xarakterli intensiv və güclü olması ehtimalı var. Aprel ayının 12-si və 13-sində yenidən Qara Dəniz arasında növbəti ekstratropik siklon sisteminin aktiv inkişafı gözlənir. Növbəti prosesin nəticəsində aprel ayının 14-ü və 15-də də 3-cü bir atmosfer cəbhəsinin ərazinin keçməsi gözlənir. Ümumilikdə aprel ayı ərzində tez-tez hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Ən çox da Rusiyanın qərbində, Qara Dəniz ölkələrində, Xəzərcəsi ölkələrində aprel ayı ərzində hava şəraitinin tez-tez dəyişilməsi, xüsusilə də bu proses ən çox da aprel ayının 1-ci və 2-ci 10 günlüyü ərzində, 2-ci 10 günün sonlarına qədər olan müddət ərzində bu prosesin aktiv inkişafı gözlənir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İSYAM-WF Hava Tədqiqatları Mərkəzinin son məlumatların təhlillərinə əsasən
xüsusi ilə də aprel ayının 8-dən başlayaraq Rusiyanın qərbində aprel ayı üçün xarakterik olmayan qeyri-adi dərəcədə bir soyuma gözlənir. Bu proses nəticəsində orta troposferdə ekstratropik tipli siklon sisteminin aktivləşməsi nəticəsində Qaradəniz ərazisində, Qaradəniz ölkələrində, qonşu Türkiyədə, Gürcüstan ərazisində və Qafqaz ərazisində hava şəraitinin tez-tez kəskin dəyişilməsi üçün ümumi bir sinoptik şəraitin yaranması gözlənir. Aprel ayının 8-i əvvəlcə Türkiyə ərazisində hava şəraitinin kəskin soyulması, leysan xarakterli yağışların yağması, hətta sulu qar və qarın donunun yağması ehtimalı da var. Aprel ayının artıq 9-u və 10-da isə bu sistemin tədricən Qafqaz ərazisinə doğru yaxınlaşması gözlənilir. Türkiyə ərazisindən fərqli olaraq Azərbaycan ərazisində bir neçə tipli hava axınlarının təsiri altında proseslərin təşkillanması gözlənir. Çünki Türkiyə ərazisi birbaşa olaraq Rusiyanın daxil olması gözlənilən soyuq hava axınlarının təsiri altında olacaq aprel ayının 8-9-u və 10-da. Lakin Azərbaycan ərazisi isə bu ekstratropik tipli siklon sisteminin sağ qolunun təsiri altında olacaq. Nəticədə xüsusi ilə də artıq Azərbaycan ərazisində həm soyuq hava kütlələrinin, həm də isti hava axınlarının tez-tez bir-birlərinin mübarizəsi nəticəsində aprel ayının 9-u, 10-u və 11-də topa yağış və laylı yağış buludlarının ən çox da Azərbaycanın şimal və qərb rayonlarında aktiv inkişafı gözlənilir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Aprel ayı üçün xarakterik olmayan qeyri-adi dərəcədə soyuq hava axınlarının Rusiyanın qərbindən sinoptik şərait nəticəsində Qaradəniz ölkələrinə doğru yaxınlaşması nəticəsində aprel ayının 8-dən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi əvvəlcə Türkiyə ərazisindən müşahidə ediləcək. Aprel ayının artıq 9, 10 və 11-də bu sistemin artıq xüsusilə sağ qolunun Qafqazın cənubundan keçməsi fonunda həm subtropik mülayim isti hava axınlarının, həm də soyuq hava axınlarının Qafqaz ərazisində bir-birlərinin toqquşması fonunda Qafqazın həm şimalında, həm də Qafqazın cənubunda intensiv xarakterli leysan yağışlarının yağması, dolu yağması, şimşək çaxması, torpaq sürüşmələrində artım ehtimalı var və eyni zamanda sel daşqın proseslərində artım ehtimalı var. Bu proseslər daha da geniş olaraq nəzər salsaq biz görərik ki, xüsusi ilə də bu ekstratropik tipli siklon sisteminin soyuq qolunun Türkiyə ərazisində aktiv olması gözlənilir ki, nəticədə Türkiyə ərazisində hava şəraitinin daha çox, daha da ciddi şəkildə soyulması gözlənilir. Lakin Azərbaycan ərazisi isə bu ekstratropik siklon sisteminin mülayim qolunun təsiri altında olacaq. Yəni sağ qolunun təsirindən həm Aralıq dənizindən, həm Qara dənizdən, həm də Türkiyənin eyni zamanda şərqindən və Azərbaycanın Xəzər hövzəsi ölkələrindən, Xəzər ərazisindən xüsusilə də orta troposferə doğru rütubətli hava axınlarının daşınması gözlənilir. Nəticədə bu soyuq tipli ekstratropik siklon sisteminin nüvəsindəki proseslərin təsirləri bu həddə çatacaq ki, həm isti hava axınlarının, həm də soyuq hava axınlarının Qafqaz ərazisində mübarizəsi gözlənilir. Nəticədə xüsusilə də topa yağış və laylı yağış buludlarının aktiv inkişafı üçün mümbir sinoptik şəraitin yaranması gözlənilir ki, bu da artıq Azərbaycanın xüsusilə də Kiçik Qafqaz rayonlarında, Naxçıvanda, Gəncə Qazaxda, Böyük Qafqaz ərazisində və Böyük Qafqazın şimal-şərqində, eyni zamanda Dağlıq Şirvan arasında tez-tez leysan xarakterli yağışların yağmasına səbəb olacaq. Bu prosesin aktiv şəkildə aprel ayının 2-ci 10 gününün sonlarına qədər olan müddət ərzində aktiv inkişafı gözlənir. Bu tip soyuq hava axınları aprel ayı üçün xarakterik olmayan bir prosesdir. Aprel aylarında təbii ki, əvvəlki dövrlər aprel ayında bu proseslər təxminən 10 il, 15 il bundan öncə təşkillanıb, lakin bu tipdə olan bir soyuq hava dalğasının xüsusilə də qlobal istiləşmə dövründə baş verməsi qeyri-adi dərəcədə bir dəyişikliyin xəbərdarlıq edicisidir. Xüsusilə də 2026-cı ilin yaz və gürsuluq dövründə iyun ayının 1-ci 10 gününə qədər olan müddət ərzində bu gürsuluq dövrü davam edəcək və nəticədə ümumilikdə yağıntılarda artım təbii ki gözlənilir. Lakin bu il isə bu yağıntıların daha da artıq yağması gözlənilir. Çünki super El Niño prosesləri nəticəsində bir çox qlobal amillər artıq imkan verəcək ki, eyni zamanda Rusiyanın qərbində də qeyri-adi dərəcədə bir soyuma gözlənilir. Nəticədə 2026-cı ilin aprel, may və iyun ayının 1-ci 10 günlük ərzində tez-tez Rusiyanın qərbində, Qara dəniz ərazisində, Şimali Qafqazda, Cənubi Qafqazda hava şəraitinin tez-tez dəyişilməsi üçün mümbir sinoptik şəraitin yaranması gözlənilir. Bu proseslər havanın temperaturunun kəskin dalğalanmasına səbəb olacaq. Havanın temperaturunda tez-tez yüksəlmə, tez-tez azalma gözlənilir. Bu da xüsusilə də tufan proseslərinin artmasına səbəb olacaq. Çünki Azərbaycan ərazisi soyuq və isti hava axınlarının cəbhə bölgəsində yerləşəcək. Nəticədə hava şəraitinin hər 2 gündən, hər 3 gündən bir tez-tez dəyişilməsi üçün mümbir sinoptik şəraitin yaranması gözlənir. Bu barədə ümumi olaraq hava təhlillərinin analizi haqqında yenilənmiş məlumatların təhlilləri kanalında yayınlanacaq.
Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.